Hər birinizi Avstriyada görməkdən çox şadıq. Sabah keçiriləcək Azərbaycan-Malta oyunundan əvvəl mətbuat konfransına başlayırıq. Mətbuat konfransında baş məşqçimiz Ayxan Abbasov və qapıçımız Emir Balayev iştirak edirlər. İlk olaraq Emir öz fikirlərini səsləndirəcək sabahki oyunla bağlı. Daha sonra Ayxan müəllim və sonra suallara keçə bilərik. Emir. Mən də ilk öncə hamını salamlayıram. Çox sağ olun, gəlmişsiniz bura təşrif buyurmusunuz. Ayxan mənim başda olmaqla və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Yəni uzun müddətdən sonra düzdür, müəyyən bir zədələrim falan olmuşdu, amma 3 il sonra yenidən millidə olmaq mənə həqiqətən də çox sevindirdi. Yəni mənə etimad göstərdiklərinə görə çox sağ olun bildirirəm. İnşallah fikirləşirəm ki, maraqlı oyun gözləyir bizi. Komandada çox yaxşı ab-hava var. Yəni 3 gün birlikdə Bakıda məşq elədik. İndi artıq 4 gündə buradayıq. Komandada yəni çox belə həqiqətən də hiss olunur ki, ailə atmosferi var və fikirləşirəm ki, çox maraqlı oyun bizi gözləyir. İnşallah sabah onu görərik. Mən də hər kəsi salamlayıram. Xoş gəlmisiniz. Bilirsiniz ki, Millətlər Liqasından öncə son toplanışımızdır və ağır çempionatın bitməsindən sonra futbolçuların belə istəkli, belə deyək, inamlı olması bizi sevindirdi. 2 yoldaşlıq görüşümüz var, Malta və San Marino və burada bütün futbolçuları iş başında görmək istəyirik. Həqiqətən bu oyunlarda həm yaxşı nəticə, həm yaxşı oyun istəyirik. Və məşqlərdən, Bakıdakı məşqlərdən sonra buradakı məşqlər də bizə o inamı verdi. Həqiqətən futbolçularımız çox istəklidirlər və inanıram ki, hər kəs başa düşür ki, bu yoldaşlıq görüşü olsa belə, amma 2 oyunda da qalib gəlmək istəyəcəyik inşallah. Amma buna baxmayaraq futbolçularımızdan bu oyunlarda rahat olmalarını, çünki bilirsən, yoldaşlıq görüşlərində bizə də imkan olur, həm çoxlu dəyişiklik eləyək, həm bütün oyuncuları şans verək. Amma buna baxmayaraq sabah mən də inanıram ki, maraqlı oyun izləyəcəyik. Buyurun, suallar? Haydi. Ayxan müəllim, rəqiblər Malta və San Marino'dur. Onlar reytingdə, yəni reytingdə aşağı olan komandalar. Bu komandaların, belə komandaların reytingdə aşağı olan komandaların seçilməsinin səbəbi nədir? Və yaxud da belə sual qoyaq ki, biraz güclü, oynamamamızın səbəbi nədir? İlk öncə biz istədik ki, 2 oyunumuzu da Avstriyada oynayaq. Yəni Avstriya deyəndə buradayıq və yaxın Macaristanda olacaq oyunlar. Və bilirsiniz ki, bir çox komandalar bura gəlməkdən imtina elədilər və ya öz ölkələrində istədilər bizlə oynamaq və bu da biraz bizi yorğunçuluğundan ehtiyat eləyib buradakı 2 münasib rəqiblə danışdıq və bunlar da Malta və San Marino oldu. Digər tərəfdən baxsaq, San Marino C liqasındadır. Malta play-offda məğlub oldu, D liqasında qaldı. Əlbəttə, Millətlər Liqasında fikirləşirik. Rəqiblərimiz Litva və Liechtenstein, onlara münasib yaxın rəqibləri fikirləşirik ki, o komandalara da yaxın gücdə olan rəqiblərlə oynamaq. Və qeyd edim ki, Malta son illərdə ən yaxşı inkişaf edən komandalardandır və bilirsiniz ki, ayın 1-i Slovakiya ilə yoldaşlıq görüşü keçirildi. Çox gərgin oldu, düzdür 2-1 məğlub olsalar da, amma öz güclərini göstərdilər. Məncə, bu oyunlarda biz də Millətlər Liqasına hazırlıq rəqiblərə düşünüb hazırlıq keçəcəyik. Buyursun. Ayxan, sabahki oyunda uğurlar arzulayıram komandamıza. 11 ildən 11 ilə yaxındır ki, biz Malta üzərində hər hansı bir qələbə qazana bilmirik, hansı ki, dişimizə görə rəqibdir. Rəqibin də təxminən 7-8 aydır qələbə qazanmadığını nəzərə alsaq, sabahki oyunda millidən müsbət nəticə gözləməyə. Düz qeyd edirsiniz. Təəssüf ki, Malta ilə son oyunlara baxsaq, bərabərlik və məğlub olmuşuq. Belə deyək, biraz tərs rəqib kimi gəlir bizə, amma buna baxmayaraq biz bu oyunda daha inamlı və qalib gələcəyimizə istəyirik. Əlbəttə, onlar da bu oyuna qalib gəlmək istəyəcəklər. Çünki dediyimiz kimi, onlar üçün də sınaqdır. Onlar da bütün oyuncularını sınaqdan keçirmək istəyirlər və baxsaq heyətlərinə çox yaxşı
hücum xətti var, yaxşı çempionatda oynayan futbolçuları var. İnşallah inanıram ki, maraqlı və sürətli oyun olacaq. Baxın, adətən məşqçilər yoldaşlı oyunlarında elə ki, bizim üçün nəticə önəmli deyil. Bizim üçün önəmli olan mənim futbol fəlsəfəmi, mənim verdiyim tapşırıqların müsbət tərəflərinə baxmaqdır. Və sizin üçün necə sabahki oyunda Mərizə Salmaniyada nəticə önəmli deyil? Yox, əlbəttə yoldaşlıq görüşlərində o rəsmi oyunlardan fərqli yanaşırıq. Məsəl üçün ən önəmlisi əvəz etməni götürək. Məsəl üçün rəsmi oyunlarda bu qədər əvəz etmə eləmirik və hansısa bir riskə gedə bilirik yoldaşlıq görüşlərində, amma rəsmi oyunda bunu eləyə bilmirik. Digər tərəfdən məncə futbol elə bir oyundur ki, harda oynayırsan oyna, yəni orada qazanmaq istəyirsən. Ona görə də yoldaşlıq görüşü də olsa biz qazanmaq istəyəcəyik və həm nəticə baxımından, həm oyun baxımından təlim məşqdən məşqə yaxşılaşmağa istəyirik və bilirsiniz ki, bundan öncə biz rəsmi oyunlarda ancaq yığışa bilirdik, çünki o hazırlıq prosesini bir yerdə keçməmişdik və rəqiblərimiz də çətin idi, çünki həm İslandiya, həm Fransa, həm Ukrayna ilə orada hansısa bir dəyişikliklər gözdən keçirmək çox riskli idi. Amma bundan öncə turnir oldu FIFA Series orada və indiki təlim məşqdə bu imkan verir ki, nəticəni də ikinci plan fikirləşmək olar. Ceyhun buyurun. Axı mən ilk 11-likdən bir adım birlik yanımızda var. Qalan onu da deyirsiniz. Onu deyə bilərəm ki, 2 oyun fərqli heyətlə çıxış eləyəcəyik və bura 25 futbolçu, 3 qapıçı ilə gəlmişik. Emil inşallah sabah əsas heyətdədir. Müdafiədə Anton, Bədavi və Bədəlov, cinahlarda Qismət və Elvin oynayacaq. Orta xəttdə Aleksey, Emil Səfərov, hücumda Mahir, Toral və Xəyalla çıxış eləyəcək bu oyun. Yoldaşlıq görüşündə sizin üçün də bir yenilik olsun deyən heyəti dedik. İkinci görüşdə tam fərqli heyətlə oynayacağıq. İndi bunu fikirləşəcəyik və dəyişiklik eləyəcəyik. İnşallah bu qədər. Buyurun. Mənim sualım Emil Balayevdir. İlər Emili uşaq vaxtından tanıyıram, 17 yaşından və bu illər ərzində Emil həm Qarabağda, həm də Millidə Şahidin Məhəmmədəliyev, Emil Balayev rəqabəti zaman-zaman uygulanması və biz uzun müddət idi bu rəqabəti görmürdük. Emil Balayev darıxmışdı bu rəqabət. Təbii ki, darıxmışdım həqiqətən, çünki indi mənim karyeramda olub, başqa qapıçılarla da rəqabətim olub, amma Şahidinlə tamamilə başqa bir rəqabətdir. Biz bir-birimizi həmişə, baxmayaraq ki, bizim pozisiyamız eynidir, biz həmişə bir-birimizi dəstəkləmişik. O oynayanda elə olub ki, mən Qarabağa təzə keçdiyim anlarda Millidə mən oynayırdım, baxmayaraq ki, Qarabağda Şahidin əsas heyət oyuncusuydu. Yəni, biz Milliyə gələndə Şahidin mənə dəstək olurdu. Qarabağda mən ehtiyatda oturanda mən ona dəstək olurdum. Biz bir-birimizə qarşı çox sağlam, çox dostcasına rəqabət aparmışıq və həqiqətən də onu çox düzgün vurğuladınız. Yəni, bu üçün təbii ki, darıxmışdım. Yəni, başqa qapıçılarla rəqabət bir tərəfə, Şahidinlə rəqabət daha çox qardaş rəqabəti deyərdim ona. Mən bunun canlı şahidiyəm. Mən Burak Hüseyin'ə Rıza'nı da hal-hazırda Milliyə Dəmirdan cavab etmək istəyirəm. Onunla rəqabət necədir? Yəni, onun sizinlə rəqabətdir. İnşallah ki, indi bildiyiniz kimi Rıza həm də Neftçinin oyuncusudur. Yəni, o da artıq icarə əsasında Qəbələdə idi. İndi artıq icarə dövrü onun başa çatdı. İndi çox güman ki, yəni Neftçiyə qayıtdı və inşallah onu da gələcəkdə görərik. Buyur Aydın. Elvin Səfərquliyevin son vaxtlardan çox müzakirə olunan futbolçudur. Bu gün millinin müşahidəsindədir. Necədir onun durumu? Özü ilə söhbət eləmişsiniz. Qarabağın bəlkə həmkarlarınızla, Qurban müəllimlə, Elvinlə bağlı hər hansı bir söhbətiniz, müzakirəniz yoxdur? Düz qeyd edirsiniz. Elvinlə söhbətlərimiz oldu və Elvinin
istəyini görürük. Bəlkə də böyük oyun üçün darıxıb. Məncə bu oyunlar Elvinə də böyük təkan verəcək. Çox istəyirik ki, Elvin də özünə bilirik ki, bu hadisələrdən sonra yeni klub tapmalıdır və inanıram ki, sentyabra qədər, yəni Millətlər Liqasına qədər Elvin yeni klubunda oyun praktikasından əziyyət çəkməyəcək. Yəni belə klubla o futbolçunun arasında olan söhbətlərə biz milli komanda olaraq çox da qarışa bilmirik, amma inanıram ki, klub da Elvinin gələcəyi üçün fikirləşəcək və onun üçün şərait yaradılacaq ki, Elvin yeni komanda tapsın, çünki Elvin vacib oyunçudur Azərbaycan üçün. Başqa sual var? Yoxdursa təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Çox sağ olun.